Yay keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Martın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında sabah hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən yeni sabaha verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu necə olacaq? Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 olacaq. Sabah rayonlarımızda hansı hava şəraiti gözlənilir? Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Rayonlarda temperatur neçə dərəcə olacaq? Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 17-21 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcədək isti, gündüz 8-13 dərəcə isti olacaq.